Daha bir məlumatı nəzərinizə çatdıraq. Pakistan qoşunları Cammu və Kəşmirin Hindistanın nəzarətində olan ərazilərinə daxil olaraq qarşı tərəfin mövqələrinə atəş açıblar. Bu barədə Hindistan Times qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə Hindistan hərbiçiləri qəfil hücuma atəşlə cavab veriblər. Hindistan mediası Pakistan hərbiçilərinin Cammu və Kəşmirdə müəyyən ərazilərə nəzarəti ələ keçirdiklərini də bildirib. Qeyd edilir ki, Pakistanın hücumu Hindistanın Daxili İşlər naziri Amit Shahın aprelin 7-8-də bölgəyə səfər edəcəyi açıqlandıqdan sonra baş verib. Hazırda Punçda geniş miqyaslı əməliyyatların aparıldığı bildirilir. Onu da xatırladaq ki, Kəşmir münaqişəsi Pakistan və Hindistan arasında tarixi Kəşmir vilayəti üstündə həll olunmamış problemdir. 1947-ci ilin avqustunda yaradılan müstəqil Hindistan dövləti Kəşmiri öz ərazisinə qatmağa çalışır. Hazırda Kəşmirin şimal-qərbi Pakistanın qalan hissəsi isə Hindistanın nəzarəti altındadır. 1956-cı ildə Kəşmir Hindistan İttifaqının tərkib hissəsi elan edilib. Hindistanla Pakistan arasında bir neçə dəfə hərbi münaqişə baş versə də bu problem hələ də öz həllini tapmayıb. Pakistanın Kəşmirlə bağlı tələbləri Hindistanla müqayisədə daha çox sübutlara əsaslanır. Azərbaycan bu məsələdə təbii ki, Pakistanı dəstəkləyir.